bir yerdə addımlamağımız üçün, yəni addımladığımız üçün hər birinizə təşəkkür edirəm. Yəni mənim belə deyim də, mənim öz xəyallarımdan 8 il 7 il burada oynamışam. Yəni mən Qəbələ futbol akademiyasında oynamışam. Uşaq futboluna biz bu şiliqə qədər mən burada olmuşam. Mən bura gələndə, ilk dəfə gələndə mən həqiqətən düşlərim biz oldu. Çünki mənim uşaqlığım siz yaşda, siz boydaydım, mən burada böyümüşəm. Ta mən 20 yaşıma qədər mən burada olmuşam. Mən istəyirəm ki, mənim həyata keçirmədiyim arzuları siz keçirəsiniz, özünüz üçün, ailəniz üçün, daha yaxşı həyatınız olsun, daha yaxşı futbolçu olasınız, daha rahat yaşayasınız. Başa düşdünüz? Mən istəyirəm ki, mənim o addımladığım yollar yarıda qaldı. Mən istəyirəm ki, o yolu siz davam edəsiniz. Mən gələcəkdə bəlkə heç biriniz məni tanımayacaqsınız, bəlkə də yadınızdan çıxacağam, salam verməyəcəksiniz mənə. Bunlar olacaq, yəni mən futbolda o qədər görmüşəm belə şeylər, amma bu mənim üçün pis bir şey deyil. Sizin yaxşı olmağınız, sizin yüksək yerlərə gəlməyiniz mənim üçün bir fəxirdir, qürurdur. Mən heç vaxt sizin məni saymamağınıza, yəni mənə zəng eləməməyinizə görə mən heç vaxt pis olmaram. Həmişə sizi mən təqribinizi çox istəyəcəm, həmişə sizi dəstəkləyəcəm. Hara gedirsiniz, gedin. Mən sizi hər zaman dəstəkləyəcəm. Hər zaman baxanda deyəcəm ki, bəs filankə Atakiyevdən tutmuş, Xalidinə qədər hamımıza aiddir. Hər birinizi ayrı-ayrılıqda həqiqətən dəyər verirəm, çox istəyirəm. Siz mənim həqiqətən dostlarımsınız, mənim qardaşlarımsınız, canımsınız, ürəyimsiniz. Mən sizə necə hörmət qoyuramsa, çox bir şey istəmirəm. Siz də həmin hörməti mənə qoyun. İstər qayda-qanuna riayət edərək, istər futbolda, artıq heç nə istəmirəm. Mənim sizə qarşı göstərdiyim qayğını, hörməti siz mənə qoyun, kifayət edir. Yaxşı, öpürəm hər birinizi, alqışlayırıq özümüzü. Medalları sana verelim. Ha? Medalları. Geliyorum bakayım. Ne özür diyorsun sen? Ha. Sen bu ne?